Ağsu rayon sakini redaksiyamıza müraciət edərək rayon mərkəzi xəstəxanasında yaşanan vəziyyətlə bağlı narazılığını bildirib. Şikayətçinin sözlərinə görə dəfələrlə müraciət etməsinə baxmayaraq xəstəxana rəhbərliyi və təbib tərəfindən heç bir tədbir görülməyib. Xəstəm olduğuna görə demək olar ki, tez-tez Ağsu rayon mərkəzi xəstəxanasına getməli oluram. Təəssüf ki, hər dəfə eyni mənzərə ilə qarşılaşıram. Xəstəxananın direktoru Gülnarə Muxtarovanın ardıcıl iclas keçirməsi səbəbindən xəstələr uzun müddət xəstəxana koridorlarında gözlədilir. Bu barədə 2 dəfə şəxsi sosial media hesablarımda yazı paylaşmışam. Lakin görünür ki, yazdıqlarımdan cənab direktor Gülnarə xanım heç bir nəticə çıxarmayıb. Şikayətdə qeyd olunur ki, bu vəziyyət təkcə bir nəfərin deyil, bütün rayon sakinlərinin narahatlığına səbəb olur. Hörmətli Gülnarə xanım, xəstələrin saatlarla koridorda gözlədilməsi nə sizə, nə də təbibə başıcalığı gətirir. Bu yanaşma nəticəsində rayon sakinləri dövlətə qarşı narazı salınır, vətəndaş-dövlət münasibətlərinə xələl gəlir. İnsanlar dərdini, problemini unudub, xəstəxana divarları arasında zaman itirir. Şikayətçi onu da vurğulayır ki, bu vəziyyət sadəcə bir idarəçilik problemi deyil, həm də dövlətin mahiyyətinə təsir göstərən məsələdir. Azərbaycan dövləti vətəndaşların xəstəxana koridorlarında təhqir olunması üçün qurulmayıb. Bu ölkənin formalaşması uğrunda 10 minlərlə şəhid verilib. Dövlət müqəddəsdir. Əgər vətəndaş dövlətə olan ümidini itirərsə, bu dövlətin öz varlığını itirməsi deməkdir. Sonda şikayətçi Ağsu rayon sakini Anar Rəsullu aidiyyəti qurumlardan məsələyə müdaxilə etmələrini, Ağsu rayon mərkəzi xəstəxanasında idarəçilikdəki nöqsanların aradan qaldırılmasını xahiş edir. Xalq, onlinə.